Yəni ümumiyyətlə biz müsəlmanlar olaraq nəyə görə belə dəbdəbəyə düşkünük Bu sizcə? müsəlmançılıqla bağlı deyil ki. Məsələn, eyni şeyi o zaman siz bu günləri Səudiyyə Ərəbistanına getsəniz, orada hətta kralın belə adi bir baş daşı qoyulduğunu, üzərinə də heç nə yazılmadığını görsəz nə deyəcəksiniz? Azərbaycanla O bağlı bir zaman şey. təbii ki, deməli ki, bu Azərbaycanla bağlıdır və yaxud da siz indi xristianlıqla bağlı deyirsiniz. Orada gördüyünüz əsasən Azərbaycanda olanlar pravoslav kilsəsinə mənsub olan insanlardır, o məzhəbə mənsub olan insanlardır. Onların qəbirlərini görürsünüz. Amma Cənubi Amerikaya getdiyiniz zaman elə qəbirlər görərsiniz ki, bizimkilər onların yanında toya getməli olar. Yəni bu sadəcə olaraq insanların özlərini sanki vəfat edən yaxınlarına daha yaxın olduğunu göstərmək üçün ortaya atdıqları bir məsələdir. Mən də adam tanıyırdım ki, qəbir daşı 300 mindən çox pul xərcləyib, dollardan gedir söhbət. Amma bu 300 min dollardan təsəvvür edin nə qədər tələbəni oxutmaq olar, nə qədər insanı yetişdirmək olar, nə qədər insanın startapına köməklik eləmək olar, nə qədər insanın deyək ki, gələcəyə qoyacağı sərmayəyə dəstək vermək olar. Yəni bunlar bunu fikirləşirmi? Xeyr, fikirləşmirlər. Düşünmürlər. Bax, problem burdan qaynaqlanır. Məsələn, biz elə bilirik ki, uzaq şərqdə, məsələn, götürək Yaponiyanı özünü, hə, orada çox gözəldir, yandırırlar və salam, külünü də gətirib evdə saxlayırlar, ondan da bitir. Xeyr. Həmin o küllərin qoyulduğu yerlər var ki, həmin onun mənzərəsinin gözəl olduğu yerə görə 100 min dollar pul verirlər. İndi mən sizə başqa bir misal da verim. Məsələn, yəhudiliyin özündə bu gün özüm olduğuma görə deyirəm bu yerləri, gözümlə gördüyümə görə. Zeytun dağları adlandırılan bir yer var. Hətta İsa peyğəmbərə vəhyin gəldiyi yer olaraq bilinir. Həmin orada qəbir yeri yoxdur. Orada qəbir yeri almaq istəyən bir yəhudinin bələdiyyəyə ödədiyi vəsait 500 min dollardan üstündür. Amma İslamda ümumiyyətlə dində belə bir şey yoxdur da. Yəni Xeyr, ümumiyyətlə yoxdur. Niyə? Çünki dinin anlayışı ölənlərlə maraqlanmır. Bir insan ölüb gedəndən sonra insan özü öldüyünün belə fərqində olmur. Bir insan öldüyü zaman sən onun üzərində istəyirsən qızıldan qoy, bir faydası yoxdur. Onun cənnətə qazanmasına səbəb olmayacaqsan. Bir insan bütün işlərini, əməllərini yaşadığı dövrdə etdiyi əməlləri ilə qazanır dostum.